Da bizim daha bir tələbələrimizdən biri əyləşib. Cahid İlyaslar da Cahid. Mən dəvət edirəm Cahid səni səhnəyə. Cahid, buyur. Gəl, hazırlaş Cahid. Bir Urfaniyə vasif eləyəsən, Cahid? Xoş gəlmişsən, artıq həmişə gəlirsən. İnşallah arzu eləmişsən də burada iştirakçılardan qazanasan. Buyur. Son ustadım Analatsında başda olmaqla hər birinizi salamlayıram. Babam İbrahim İlyasını salamlayıram. Və bizim dəyərli ustadlarımız... Sağ ol Zahid, çox sağ ol. Və bizim dəyərli ustadlarımızı salamlayıram. Müəllimə təşəkkür edirəm ki, mənə də verilişinə dəvət edib. Sağ ol, çox sağ ol. Uğurlar olsun sizlər hər birinə. Buyur. Mənim səndən uzaqlarda yamandır halım necəsən, özgəsinə qismət olan cahu cəlalım necəsən, yalana döndü gerçəyim, ay gözəlim, ay göyçəyim, çəmənim çölüm çiçəyim, pətəyim balım necəsən. Üzün dönməz mənə sağı, yağı öz ömründən yağı, İbrahimin səmkarı, necəsən zalım necəsən. Zahid, bugün səndən razı qaldım. Sağ ol, çox sağ olasan. Ritmdən bu Urfani havası çox çətindir, İbrahim müəllim. Həqiqətən o qədər orada eslərə, keçlərə, perixodlara fikirmək lazım ki, bir dənə azacıq bir mizrab gecişini artıq ritmdən çıxmaq olar. Uğurlar arzu edirəm Zahid. Çox sağ olasan, var olasan.
İbrahim müəllim, sizin bir rəyinizi alaq, bütün iştirakçılarımız haqqında və sahib haqqında. Zahidin xeyir duasını zaten ona saz verəndə vermişəm. Bəli. Və sözün həqiqi mənasında mənim nə xoşhalıma ki, yəni bizim ocaqdan daha bir aşıq yetişmək üzrədir. Allah qoysun. Deyərlər ustadına bərəkallah. Ustadına da təşəkkür eləyirəm. Və çox sevinirəm ki, bizim ailəmizin, ocağımızın etimadını doğrultmaqdadır. Cahid həm də yaxşı oğlandır, Bəli. təkcə yaxşı aşıq deyil. Bəli. Təbii ki, indi biz onu çox sevirik və nə yaxşı ki, artıq sosial şəbəkələr üzərində görürəm Elmədin müəllim, sevənləri var, dinləyənləri var. Aktivdir maşallah. Əlbəttə, yəni bu cür gedişlə ümidvaram ki, bizim bütün etimadlarımızı doğruldacaq və gələcəkdə gözəl, dəyərli bir sənətkar kimi yetişəcək. Təşəkkür edirəm İbrahim müəllim. Uğurlar arzulayıram. Çox sağ olun.